nətər Azərbaycan kişiləri almet verirsə, canı çıxıb, küçə-küçə süpürsün, onun bunun qabını yusun, yas yenilsin, xeyirsə gelsin, uşağın almetini versin. Uşaq bizim gələcəyimizdir. Mən rəsmi sənətdə var, 2 ildir verə bilmir. Gəlsin, küçə-küçə dilənsin. Niyə Azərbaycan kişi gedir, yer belirlir, kubik atır, ölür işləməkdən almet verir, Azərbaycan qadını vermir. Niyə? Hüquqlarımız eynidir. Canı çıxsın versin. Həyatda bu bağışlanmayan səhvdir. Hər bir qadının səhvini keçmək olar, hər bir kişinin. O qadın ki, 2 uşağı qoyub, əri, arxadan vursa bağışlanmaz. Bu kişinin dediklərində həqiqət var da. Belə həqiqət bilirsiniz nə qədərdir? Böyük bir həqiqət var. Yekə bir həqiqət var. Onda gərək Gül xanımı çoxdan həbs edərdilər ki, neçə ildir evladlarına Gül xanım bildiniz də, Gül xanım hansı məşhur Gül xanım var. 3 evladını qoyub, təzədən yenidən dünyaya uşaq gətirməlidir ki, ikiz. Artıq məhkəmə boşanma olub, onun birinci həyat yoldaşından, ikinci həyat yoldaşı yoxdur, sadəcə olaraq deyirəm. O alimenti ondan ala bilmirlər. Deyir ki, mən heç yerdə işləmirəm, mən heç yerdə çalışmıram, mən hardan verim bu alimenti? Əgər belədirsə doğrudan da, çox vaxt kişilər həyat yoldaşından ayrılanda onlar da işləmir, amma yerin deşiyindən arvadlar tapır, pulu çıxartdırır, kişidən alırlar. Belə deyirlər, bir ifadə var, deyir mələdə. İndi gəlin Gül xanım bayram, Gül xanımdan aliment ala bilər, yox. Əslində o verməlidir. Çox gözəl fikirdir. Qadınlardan aliment alınmalıdır. Mən bunun əleyhinə deyiləm. Mən belə sevə-sevə həm deyirəm. 5 əllə, 10 əllə deyirəm barmaqla ki, qadınlar aliment verməlidir. Qadınlar aliment verəndə ağılları başına gəlməlidir. Qonşu qadınlar, qonşu gəlinlər, bəziləri görməlidir ki, ay balam, bunun qonşusundan, əmsi qızından, xalası qızından aliment kişi aldı. Uşaqlara aliment ödədi. Mən də ödəyə bilərəm, ona görə kişidən möhkəm yapışmalıdır, ailədən möhkəm yapışmalıdır və bir yerdə olmalıdır. Əgər əks təqdirdə belədirsə, qadın ayrılıbsa, uşaqlar atadadsa, mələdə onlardan aliment alıb uşaqlara yönəltmək lazımdır. Bəyənirəm sizin fikirləriniz. Əla.